Əvvəldə rəqəm yazılmış hansı cümlələr çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Birinci cümləmizi biz mətndən çıxara bilərik. Çünki digər cümlələrin həmin cümlə ilə bağlı heç bir əlaqəliliyi yoxdur. Burada qeyd olunur ki, o Azərbaycan Sənaye İnstitutuna daxil olur. Və birinci cümləni çıxartsaq, ardı belə olacaq. İnstitutda oxuduğu dövrdə Züleyxa Azərbaycanın ilk tələbə aeroklubuna yazılır və təyyarələrdə uçmağı öyrənir. Artıq bu cümlə əlavə bir məlumatdır. Yəni o cümləni çıxartsaq, mətndə heç bir məzmun ardıcıllığı pozulması baş vermir. Lakin ikinci cümləni çıxarda bilmirik. İkinci cümlədə qeyd olunur ki, burada paraşütçülərin ilk ümumittifaq toplantısı keçirilir. Züleyxa bu toplantıda iştirak edir. Əgər biz ikini silsək, o zaman Züleyxa bu toplantıda iştirak edir. Hansı toplantıda? Bizə qaranlıq qalan məqam olacaq. Ardıca gələn üçü də çıxartsaq, o zaman bu hamıda heyrət doğurur. Nəyin hamıda heyrət doğurduğu bizə məlum olmayacaq. Ona görə 2 və 3-ü çıxara bilmərik. 4-ü çıxara bilmərik, çünki dördüncünü çıxartsaq, orada qeyd olunur ki, ardıca. Lakin akademiya yalnız kişiləri qəbul etdiyi üçün rədd cavabı verir. Ona görə də ondan öncəki cümlədə qeyd olunur ki, hərbi akademiyanın Şturman fakültəsinə daxil olmaq istəyir. Yəni bu lakin bağlayıcısı bizə göstərir ki, ondan sonraki cümlənin məhz dördüncü cümlə ilə əlaqəsi var. Beşinci cümləni də çox rahat çıxara bilərik, çünki işıq üzü görmüşdür. O, Lenin ordeni, içi qırmızı əmək bayrağı və sair medallarla tərtib edilmişdir. Yəni 5-dəki məlumat da əlavə bir məlumatdır. Digər cümlələrin onunla heç bir bağlılığı yoxdur. O səbəbdən cavabımız 1 və 5 olacaq.